Salam hörmətli izləyicilər. Abşeron rayon Cantəpə qəsəbəsində belə bir 2 mərtəbəli həyət evinin satışını sizə təqdim edirəm. Hörmətli müştərilər, evimiz sot yarım içindədir, sot yarım torpağın içərisindədir. Torpağın kupçası var, 2 mərtəbəlidir. Demək, 1 ilə 2-nin arası monolit betondur, bünövrəsi betondur, başının kəməri betondur. Evin ikinci mərtəbəsi yaşayışa tam hazırdır. Tam hazır vəziyyətdə veriləcəkdir. İndi daxil oluruq evimizin içəri hissəsi ilə sizi tanış eləyəm. Bura evimizin birinci mərtəbəsidir. Monolit betondur evlər ümumilikdə. 1 ilə 2-nin arası monolit betondur. Sonra buradan keçdik. Evimizin belə bir geniş həyəti var. Belə bir geniş həyəti var. Bura evimizin həyətidir. İndi daxil olaraq evimizin içəri hissəsinə. Bura evimizin giriş hissəsidir. Girişidir bu evimizin. Burada demək, belə bir mətbəximiz var. Bura evimizin mətbəxidir. Sanitar qovşağıdır. Bura yataq otağıdır. Sonra belə bir yataq otağımız var. İkinci yataq otağımızdır. Və burada bir dənə qonaq otağımız var. Burada evimizin qonaq otağıdır. Bu da yenə girişini göstərirəm. Hörmətli müştərilər, bax, bura hamısı kollektoru göstərirəm. Ev istifoldur. İkinci mərtəbə bu görsənən ərazi hamısı istifoldur. Super təmirlidir, demək, evlər hazır vəziyyətdədir. Qapılar qalıb, qapıları da qoyub, bütün tam hazır vəziyyətdə. Tam hazır vəziyyətdə veriləcəkdir evlər. Sot yarımın içindədir, 2 mərtəbəlidir, monolit betondur. Torpağın kupçası. Evimizin qiyməti 75.000 manata deyirik, real müştəriyə endirimimiz var. Bu ev həm də kredit formasında satılır. İlkin ödəniş 50.000 manat, qalan hissəsini aylara bölüb vermək olar. Yəni, həqiqətən çox əla yerdədir, çox etibarlı evdir, təmirli, yenə deyirəm, tam təmirli veriləcəkdir. Burada həyətidir, yenə deyirəm, mərkəzi yoldur, ən hündür ərazidir. Bax, bura ən hündür ərazi, bax, maşın gedir. Asfalt yolunun kənarıdır. Belə bir gözəl ev, 75.000 manat müştəriyə endirimimiz də var, həm də daxili kreditlə də satırıq. İlkin ödəniş 50.000 manat, yerdə qalan hissəsini aylığa salıb verə bilərik. Kimə ehtiyac olsa bizimlə əlaqə saxlasın, gətirək belə bir gözəl evi verək həmin insana.